Belə işlər gizir. Deməli cəmaət, Şəkər bəyin oğlu Gəray bəyin qızına aşiq olub. Sən. Deməli mən qızımı verim sənə. Sən də əl qolumu bağlayıb apar məni təhvil ver Sarı Şəmistana. Bugün sizi Azərbaycan kinosunun unudulmaz simalarından biri haqqında çox maraqlı bir səyahət gözləyir. Elə hadisələrdən, elə pərdə arxası faktlardan danışacağıq ki, onların bir çoxunu yəqin ki, ilk dəfə eşidəcəksiniz. Onun çəkdiyi filmlər milyonlarla tamaşaçının yaddaşına həkk olundu. Amma öz həyatı da ən az filmləri qədər maraqlı və sirlərlə dolu idi. Əgər siz də Azərbaycan kinosunu sevir və belə maraqlı hekayələri izləməkdən zövq alırsınızsa, videonu sona qədər izləməyi unutmayın. İndi isə rahat əyləşin. Hazırsınızsa, başlayaq. Mənim istirahətim də, həyatımın mənası da çəkdiyim filmlərdir. Bu sözlər ömrünü Azərbaycan kinosuna həsr edən görkəmli rejissor Tofiq Tağızadəyə məxsusdur. Onun haqqında deyirdilər, geyimi Meksikalı, ruhu isə Azərbaycanlı idi. Ömrünün 40 ildən çoxunu kinoya həsr edən Tofiq Tağızadə 1919-cu il fevralın 7-sində Bakının Keşlə qəsəbəsində müəllim ailəsində dünyaya gəlib. Uşaqlıqdan kinoya böyük maraq göstərən Tofiq saatlarla Charlie Chaplinin filmlərinə baxır, gələcəyini məhz bu sənətlə bağlamağı arzuluyurdu. İkinci Dünya müharibəsi başlayanda Neft və Kimya İnstitutunda təhsilini yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə yollanır. 1942-ci ildə Rostov yaxınlığındakı ağır döyüşlərdə yaralandıqdan sonra Bakıya qayıdır. 27 yaşında Ümumittifaq Dövlət Kinematografiya İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra onu Masfilm kinostudiyasında işləməyə göndərmək istəsələr də, Tofiq Tağızadə doğma Bakıya qayıdaraq Bakı kinostudiyasında fəaliyyət göstərməyi seçir. 1955-ci ildə ilk böyük ekran əsəri olan Görüş filmini çəkir. Cəmi 3 il sonra isə ona böyük şöhrət qazandıran Uzaq Sahillərdə filmi ekranlara çıxır. Film SSR-də böyük uğur qazanmaqla yanaşı, dünyanın 100-dən çox ölkəsində nümayiş olunur və Azərbaycan kinosunun ən tanınmış ekran əsərlərindən birinə çevrilir. Sizə çox yaxşı yaraşır. Lap özbəyə oxşuyursunuz. Bu ne plovdur? Plov pişirmeyi de bacarmışsın. Yağ getir. Nə? Yağ getir. Yaxşı. Daha sonra rejissor Matteo Falcone filmini ekranlaşdırır. 1965-ci ildə isə sevilən klassik musiqili komediya Arşın Malalan filminin yeni versiyasını lentə alır. 1975-ci ildə Azərbaycan kinosunda ilk dəfə Dədə Qorqud dastanına müraciət edilir və Tofiq Tağızadə bu möhtəşəm dastanı bədii film kimi ekranlaşdırır. Rejissor Bamsı Beyrək rolunda Gürcü aktyoru Nodar Şaşıqoğunu görmək istəsə də, sonda bu rol Rasim Balayevə həvalə edilir və onun kino karyerasında ən yadda qalan obrazlardan birinə çevrilir. Tofiq Tağızadə özü də bir neçə filmdə epizodik rollarda çəkilib. O, Oktay Mirqasımovun Anlamaq İstəyirəm filmində rejissor obrazını canlandırıb. Onun çəkdiyi filmlər arasında Mən ki gözəl deyildim, 7 oğul istərəm, Babamızın babasının babası, O dünyadan salam və digər ekran əsərləri xüsusi yer tutur. SSR dağıldıqdan cəmi bir il sonra çəkilən O dünyadan salam filmi isə rejissorun ən simvolik əsərlərindən sayılır. Filmdə ölülərin qəbirdən çıxaraq evlərinə qayıtması səhnəsi əslində dərin məna daşıyırdı. Tofiq Tağızadə bununla SSR-ni təşkil edən 15 respublikanın yenidən dirçələrək azad olmasını simvolik şəkildə göstərmişdi. Lakin film kinoteatrlarda gözlənilən marağı görmür. Bu vəziyyət rejissoru çox məyus edir və o, filmin televiziyada nümayişini qadağan edir. Fəlakət Hacıyevi! Fəlakət! Allah sen özün bizi bu xətadan sakla! Hacı Sərəmi! Hacı Sərəmi!
Kərbəlayi Fəthullahın dirilməyi yalanmış. Necə? Yalanmış. Ola bilməz. Sakit olun. Sakit olun. Necə yani yalanmış. Ola bilməz. Məni öldürsöz də belə şey inanmıram. Yox, ola bilməz. Şək gətirməm, Məşəd Oruc. Ağzın əgilə bilər. Sən nə danışırsan? Qətiyyən belə şey olmaz. Bax, sənəmə, bu da tel. O deyirdi: "Belə bir filmin gözdən düşməsinə yol verə bilmərəm." Məhz buna görə O Dünyadan Salam filmi yalnız Tofiq Tağızadənin vəfatından sonra televiziya ekranlarında nümayiş etdirilir. Görkəmli rejissor 1998-ci il avqustun 27-sində 79 yaşında dünyasını dəyişir. Bu ürsün benim haberim yoktu. Bunlar hamza Ebilfez'in Yalan işleridir. değil. Yalan değil. Eşeğinle ikimiz gezmiştik pambuk suvarmağa. He. Şəli dedi ki... Ha, ne dedi? Şerli dedi Hədə, ki... Şəli dedi ki... Gedək buyur. Kamil üçün pambuk oğurlamağa. Ha. Ne danışırsan? Ne Görürsən deyirsən? də. Hiç utanırsan. Hiç kızarırsınız. Ayıp dur sizin için. Gece Ben kişilersiniz. neylemişim? Haçınızın tembelliği elip avara gezeceksiniz. Ebilfez... Rahat olun. Çıkın. Ben- Sizinle sonra danışacağım. Ben hamzımın işleri de ben ne vermişim? Eşi, yeşek size ayıp sen... Çal aşıq, çal. Çal aşıq, çal. Komsomolun canı it canıymış. O bircə qağanın qəbrinə and verirəm səni. Kələntər dayı, ürəyimin nişanı, ağrıdır axı! Bir, iki, Cənab zabit, cənab zabit! ha, üç. Dede! Prezident İlham Əliyev isə 2019-cu il yanvarın 24-də Tofiq Tağızadənin anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu gün də Tofiq Tağızadənin filmləri Azərbaycan kinosunun qızıl fonduna daxildir və yeni nəsil tərəfindən maraqla izlənilir. Əgər belə unudulmaz sənətkarların həyatından və Azərbaycan kinosunun heç yerdə eşitmədiyiniz pərdə arxası faktlarından xəbərdar olmaq istəyirsinizsə, videonu bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı və pərdə arxası kanalına abunə olmağı unutmayın. Qarşıda sizi daha maraqlı videolar gözləyir.